Salam əziz müəllimlər, bu gün sizə izah edəcəm açıq hava oyunlarının təşkili. Əslində Google Meet-də canlı keçdik, sadəcə ekran yayımı olmadığı üçün sizlər üçün yenidən YouTube izahı çəkirəm. Deməli, açıq hava oyunlarının təşkili bildiyiniz kimi 2026-cı ilin çərçivə sənədinin yeni mövzularından biridir. Əslində yeni deyəndə, yəni burada inkişaf sahələrindən danışır, oyun nümunələrindən danışır. Biz onu inteqrasiya edəcəyik, mövzulara əlaqələndirəcəyik. Yəni fərqli bir şey yoxdur. Sadəcə onun inteqrasiyasına daha çox diqqət etmək lazımdır. Bildiyimiz kimi, məktəbəqədər təhsil sistemində açıq hava oyunları uşaqların hərtərəfli inkişafını təmin etmiş olur. Yəni, ümumiyyətlə, açıq hava oyunları məktəbəqədər təhsilin vacib xüsusiyyətlərindən biri sayılır. Və burada inkişaf sahələri ön plandadır. Fiziki inkişaf, estetik yaradıcı, yəni təbiətlə əlaqə, sosial-emosional inkişaf və idrakin inkişafı. Və bu araşdırmalara, pedaqoji, psixoloji, müasir araşdırmalara əsasən açıq mühitdə təşkil olunan fəaliyyətlər inkişaf sahələri əsasında təşkil olunur və təlimə hazırlıq səviyyəsini artırır. Məsələn, qeyd edə bilərik ki, açıq hava oyunları daha çox fiziki inkişafla bağlı olar da, ancaq indi elə deyil. İndi deyir idrakla da əlaqələndir, təbiətlə də əlaqələndir, sosial-emosional inkişaf sahəsi ilə də əlaqələndir. Və bu inkişaf sahələri, məsələn, fiziki cəhətdən böyük, kiçik motor bacarıqlarını inkişaf etmiş olur, piylənmə riski azalmış olur və sağlamlığı yaxşılaşdırır. Ümumiyyətlə, indi gəlin biz baxaq inkişaf sahələri üzrə xüsusiyyətlərə. Birinci fiziki inkişaf gəlir. Burada var motor bacarıqlar, fiziki aktivlik, dözümlülük. Motor bacarıqlarda ilk öncə qeyd olunub ki, riskli oyunlar böyük və kiçik motor bacarıqlarını inkişaf etdirir, tarazlıq və koordinasiyanı gücləndirir. Baxın, riskli oyunlar deyir, məktəbə qədər deyir. Deyə bilərsiniz ki, ay müəllim, riskli oyunun məktəbə qədərdə nə işi? Baxın, əziz müəllimlər, uşaqlarda hər hansı bir çətin vəziyyətdən özlərinin çıxması üçün biz indidən onlara şərait yaratmalıyıq. Məsələn, daş üzərində tullanma. Bu riskli oyun kimi götürülür. Ağaca dırmaşma. Təbii ki, bunlar uşaqlara böyük kiçik motor bacarıqları inkişaf etdirəcək. Tarazlıq, koordinasiyanı gücləndirmiş olacaq. Sonra gəlir fiziki aktivlik. Əsasən bu oyunlar uşaqlarda fiziki fəallıq artırır, piylənmə riskini azaldır, sağlam həyat tərzini təşviq edir. Dözümlülük, təpədən yuvarlanma, maneələr üzərində keçmə. Belə baxanda görürük ki, stresslidir, risklidir. Ancaq ətraf mühitdən qaynaqlanan hər hansı bir stressə, xəsarət alma riski ilə uşaq qarşılaşırsa, artıq ona uşağın bədəni uyğunlaşmalıdır, bir sözlə hazır olmalıdır. Onu bərpa etmə bacarıqları inkişaf etməlidir. Bu oldu ümumilikdə fiziki inkişaf. İndi gəlin biz fiziki inkişafı özümüz ümumiləşdirək, görək nələr öyrəndik. Dedik ki, açıq hava oyunlarında ilk növbədə fiziki inkişafa müsbət təsir edir və əsasən bu fəaliyyətlər zamanı uşaqlarda qaçmaq, tullanmaq, dırmaşmaq və müxtəlif maneələri aşmaq kimi hərəkətlər yerinə yetirilir. Və belə fəaliyyətdə uşaqda nəyi inkişaf etdirmiş oldu? Böyük, kiçik motor bacarıqları, bədənin koordinasiyasını, tarazlığın möhkəmlənməsini və eyni zamanda da müntəzəm, davamlı fiziki aktivlik uşaqlarda nəyi inkişaf etdirəcək? Təbii ki, sağlam həyat tərzinin formalaşmasını, fiziki dözümlüyün artmasını, piylənmə riskinin azalmasına kömək etmiş olacaq. Və dedik ki, araşdırmalar əsasında açıq havada oyunlarla məşğul olan uşaqlarda təbii ki, fiziki sağlamlıq göstəriciləri, yuxu keyfiyyəti daha da yüksək olmuş olacaq. Bu oldu ümumilikdə bizim fiziki inkişafımız. Gəlir indi sosial-emosional inkişaf. Baxaq, sosial-emosionalda nələr var? Özünə inam, psixoloji dayanıqlıq, qorxu ilə mübarizə və əməkdaşlıq. Özünə inamda nələr var? Bu oyunlar vasitəsilə uşaqlar çətinliklərin öhdəsindən tək başına gəlməyi öyrənirlər və nəticədə uşaqlarda özünə inam bacarıqları formalaşmış olur. Məsələn, aşağı budaqlı ağaca dırmaşmaq. Yəni, uşağın sərbəst özünə inamı olacaq ki, tək başına da bunu yerinə yetirə bilsin. Psixoloji dayanıqlıq. Yəni, uşaq hər hansı bir oyun zamanı uğursuzluqla üzləşərsə, yenidən cəhd etməyi öyrənməlidir. Karol Dweck nəzəriyyəsi var.
İnkişafa açıq düşüncə, inkişafa qapalı düşüncə. Əgər uğursuzluqla üzləşirsə, yenidən cəhd edirsə, demək ki, bu uşaq açıq düşüncə tərzinə malikdir. Yəni, hələ ki bacarmıram deyə bilər. Yenidən cəhd edərək öyrənəcək. Yox, əgər uğursuzluqla qarşılaşsaydı, cəhd etməsəydi, məndə alınmır, artıq ağaca dırmaşmayım kimi sözlərdən istifadə etsəydi, qapalı düşüncədə olacaqdı. Ancaq burada uşaqlar üzləşir problemlə və emosional dayanıqlıq artır uşaqlarda. Və məsələn, deyək ki, ağaca dırmaşarkən düşür, yenidən cəhd edir. Bu da uşaqlarda hansı bacarıqları formalaşdırır? Təbii ki, səbir və əzmkarlıq. Gəlir qorxu ilə mübarizə. Yəni, hər hansı bir riskli, qorxulu vəziyyətdə uşaq qorxularını idarə etməyi, öz emosiyalarını tənzimləməyi öyrənməlidir. Əməkdaşlıq. Qrup halında riskli oyunlar, baxın, yenə riskli oyunlar deyir. Məsələn, xəzinə axtarışında maneələri aşmaq. Baxın, maneələri aşırsa problem həll etmək, təfəkkür işə düşür. Demək, həm idrakla bağlıdır. Komandada işləyir, empatiya göstərir, sosial-emosionalla bağlıdır. Xəzinə axtarışı deyirsə, demək, avtomatik xəritələrlə işləyəcək. Xəritələrlə işləyirsə, yenə idrakla bağlı olacaq. Deməli, həm burada fiziki inkişaf var, həm idrak var, həm də sosial-emosional. İndi ümumiləşdirsək, sosial-emosional nə oldu? Uşaqlarda fəaliyyətlər zamanı sosial qarşılıqlı əlaqə qurmaq, əməkdaşlıq etmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və qrup oyunları zamanı uşaqlar bir-biri ilə razılaşmağı, növbə gözləməyi, qaydalara əməl etməyi də öyrənirlər, qarşılıqlı yardım göstərməyi öyrənirlər. Və bundan əlavə də açıq hava oyunları uşaqlarda həm də özünə inam bacarıqlarını və yaxud emosional dayanıqlığı da inkişaf etdirmiş olur. Deyək ki, uşaq çətinliklə qarşılaşır, onu aradan qaldırdıqda öz bacarıqlarına daha da çox inanmağa başlayır. Və yaxud uğursuzluqla üzləşirsə, yenidən cəhd edir. Bu da nəyi sübut etmiş olur? Uşağın səbrin, uşağın dayanıqlığın, əzmkarlığın. İndi isə baxaq idrakın inkişafına. Təfəkkürlə bağlıdır. Məsələn, risk qiymətləndirmə bacarığı, problem həll etmə, diqqət və konsentrasiya. Risk qiymətləndirmə bacarığında nələr var? Uşaqlar açıq hava oyunları zamanı təhlükə və fürsətləri qiymətləndirməyi öyrənir. Artıq baxın, təhlükə var və mən o təhlükəni qiymətləndirməyi öyrənirəm. Məsələn, bu daşa tullanmaq təhlükəsizdirmi? Artıq mən bu suala cavab axtarıram. Və bu suala cavab axtardığım zaman müstəqil qərar vermə bacarığım da inkişaf etmiş olacaq. Problem həll etmə, yəni maneələrdən keçmə. Bu da nəyi inkişaf etdirir? Məntiqi təfəkkürü və yaradıcı təfəkkürü. Diqqət və konsentrasiya. Təbiətdəki fəaliyyətlər uşaqlarda diqqəti cəmləməyi, diqqətlilik, yəni şuurlu yanaşma bacarıqlarını artırır. Məsələn, tarazlığı saxlaması. Təbii ki, burada diqqət ön planda olacaq. İndi İdrakın inkişafı nə oldu? İdrakın inkişafı əsasən stimullaşdırmadır. Məsələn, təbiət mühitində müşahidə aparma, araşdırma, sərbəst oyun fəaliyyətləri nəyi inkişaf etdirəcək uşaqlarda? Məntiqi təfəkkürü, yaradıcılıq qabiliyyətini, problem həll etmə bacarıqlarını. Məsələn, maneələrdən keçmə, müəyyən obyektləri tapmaq kimi fəaliyyətlər uşaqlarda nəyi inkişaf etdirə bilər? Məsələn, qərar verməni, situasiyanı düzgün qiymətləndirməyi və yaxud uşaq təhlükə zamanı həmin imkanları, təhlükə imkanlarını dəyərləndirməyə bacarmalıdır. Müstəqil seçim etməyə bacarmalıdır. Müxtəlif problemin həlli yollarını tapmağı öyrənməlidir. Bu da təbii ki, uşaqların məktəb təliminə hazırlıq səviyyəsinə yüksəldəcək. Sonuncu təbiətlə əlaqə gəlir ki, burada təbiətdə riskli oyunlar, yenə, məsələn, gölməçədə oynamaq, təpədən yuvarlanma uşaqların təbiətə hörmətini, ətraf mühitə marağını artırmış olacaq və ekoloji tərbiyəni təşviq edəcək. Deməli, təbiətlə əlaqədə biz nə öyrənirik? Təbii ki, ətraf mühitə maraq, təbiətə hörmət, ekoloji məsuliyyət hissi, məsələn, yarpaq, torpaq, suyun və təbii elementləri müşahidə etmə və yaxud qarşılıqlı fəaliyyət zamanı uşaqlarda təbiət hadisələrini anlamaq, ətraf mühiti qorumaq kimi dəyərlər də formalaşdırıla bilər. İndi gəlir nə? Açıq hava oyunlarının yaş qruplarına uyğunlaşdırılması.
Açıq havada oyunlarda edilən hərəkətlər yaşa görə nəzərə alınmalıdır. Deməli, yaşa görə nəzərə alınmalıdır və nizamlanmalıdır. İndi baxaq yaşlara. Bizə verib 1-2 yaşı, 3-4 yaşı, 4-5 yaşı. 1-2 yaşda görək daha çox nə var? Erkən yaş dövrüdür 1-2 yaş. Burada əsasən sensor yönümlü, təhlükəsiz oyundan daha çox istifadə olunur. Çünki uşaqlar ətraf mühiti hiss orqanları vasitəsilə tanıyırlar və sadə hərəkətləri yerinə yetirirlər. Baxın, sadə təhlükəsiz oyun fəaliyyətləri. Məsələn, yumşaq zəmin, yaxın nəzarət, yumşaq zəmində hərəkət məsələn nə qədər ola bilər? 20 sm-ə qədər, yəni aşağı hündürlükdə tarazlığı inkişaf etdirən oyunlar 20 sm-ə qədər olmalıdır. 3-4 yaş sosial əməkdaşlığı inkişaf etdirmiş olur da burada əsas. Burada qrup oyunlarına daha çox önəm verilir. Məsələn, xəzinə, rəng axtarışı, qrup gəzintisi, kiçik təpədən yuvarlanma. Baxın, kiçik təpədən yuvarlanma 1 metrə qədərdir. Dayaz gölməçədə oynamaq 10 sm-ə qədərdir. 4-5 yaşda artıq mürəkkəb yaradıcı oyun tapşırıqlarından istifadə olunur. Təbiətdə rəsm, nağıl qurma, heyvan izlərini tanıma, daşlarla sayma və s. Burada isə ağacın aşağı budağına dırmanma 1 metrə qədər olmalıdır. Baxın, bunları verməklərinin məqsədi odur ki, buna əsasən testlər hazırlanacaq. İnşallah mən də işlədəcəm. Ancaq yenə də imtahana bu tip testlər düşəcək. Ona görə çalışın ki, bunlara diqqət edin. Sonra gəlir təhlükə risklərinin idarə olunması. Əsasən təhlükəsizliyin nəzərə alınması açıq hava fəaliyyətlərinin prioritet tədbirlərinin biri hesab olunur və açıq hava oyunları uşaqlar üçün müəyyən bir səviyyədə fiziki, emosional risk ehtiva edən, lakin nəzarət olunan mühitdə təşkil edilən fəaliyyətlərdir. Yəni təhlükəsizlik tədbirləri, məsələn, sahə yoxlaması, kəskin əşyalardır, sürüşkən səthlərdir, su dərinliyi, sərhədlər uşağın yaşına görə uyğun olmalıdır. Çalışmaq lazım ki, aydın qaydalarımız olsun uşaqların başa düşəcəyi şəkildə. Və vizual işarələrdən də istifadə edə bilərik. İndi baxaq yaşa uyğun oyunlara. İlk öncə oyunlara keçid etməzdən əvvəl qeyd edim ki, biz bu oyunlarda çox şey öyrənəcəyik. Bu öz yerində. Amma oyunlar əsasən uşağın yaşına uyğun şəkildə təşkil olunur və inkişaf sahələrini dəstəkləmək məqsədi ilə və pedaqogika, uşaq psixologiyası baxımından bu oyunlar əsasən yaşa uyğun şəkildə açıq hava oyun nümunələri oyun əsaslı öyrənməni təmin edir. Yadda saxlayın, oyun əsaslı öyrənmə prinsipinə. Yəni, biz hər hansı bir oyunu öyrədərkən uşaqlara məcbur etmirik. Uşaqlar çünki oyun vasitəsilə öyrənirlər və bu zaman təbii mühitdə fəaliyyət də onun inkişafını daha effektiv şəkildə stimullaşdırmış olur. İndi baxacağıq oyunlara. Birinci oyunumuz çay kimi axırıqdır. Baxın, diqqət etsəniz nə yazıblar? Bütün yaş qrupları üçündür. Necə oynanılır? Uşaqlar bir istiqamətdə yuvarlanır. Baxın, bir istiqamət. Hədəf məqsəd nədir? Böyük motor bacarıqlarının inkişafı. Müddət yaşları qeyd edib ki, 1-2 yaşda 5-7 dəqiqə, 3-4 yaşda 8-10 dəqiqə, 4-5 yaşda 10-12 dəqiqə. Məkan, material, yumşaq zəminlər, sərhəd xətləri, yarpaq, daş, rəngli iplər. Təhlükəsizlik. Yenə yumşaq zəminlərdən istifadə olunur. Hər bir uşaq tək-tək oynayır. Məsələn, qaydalar xatırladılır. Sərhədi keçmirik, bir-bir keçirik, deyəndə dayanırıq kimi. Və bir də diferensiyasiya var. Yəni, diferensial təlimdə deyə bilərik. Buna asan versiyası nədir? Yəni, əgər uşaqlar çətinlik çəkirsə, əl-ələ tutub əyilə bilər, gəzə bilər və s. İndi biz burada nə öyrəndik? Hələ ki, elə qaydaları oxuduq, ancaq baxırıq ki, hələ ki, bu qaydadan biz nə nəticə çıxara bilərik? İndi baxaq görək, nə nəticə çıxarırıq. Dedik ki, çay kimi axırıq oyunu bütün yaş qruplarına uyğun şəkildədir. Və oyunun əsas məqsədi uşaqlarda böyük motorika bacarıqlarını inkişaf etdirməkdir. Məsələn, uşaqlar bir istiqamətdə yuvarlanması uşaqlarda nəyi inkişaf etdirəcək? Bədən koordinasiyasını, tarazlıq hissini, hərəkət nəzarətini və erkən yaş dövründə fiziki fəaliyyətlərin əsasən sadə formada təşkili uşaqlarda həm sinir
sinir sistemi, həm də əzələ sistemi arasında əlaqəni gücləndirəcək. Sinir və əzələ sistemi arasında əlaqə və müddətin yaş qruplarına görə fərqli olması nədən ibarətdir? Uşaqların diqqət müddəti, uşaqların fiziki dözümlülüyü. Məsələn, kiçik yaşlı uşaqlarda diqqət, enerji ehtiyatı daha azdır. Ona görə biz fəaliyyəti qısa müddətdə təşkil edirik. Ancaq yaş artdıqca fəaliyyətin müddətini də artırırıq. Və oyunun yumşaq zəmində keçirilməsi təhlükəsizlik baxımından vacibdir. Çünki uşaqlarda riskin idarə edilməsi prinsipinə uyğun olmalıdır. Məsələn, müəllimin bir-birə dəymirik, sərhədi keçmirik kimi qaydalar. Baxın, qeyd etmişdik ki, bir-bir keçirik və yaxud sərhədi keçmirik kimi qaydalara əməl etmək vacibdir. Sonra dedik diferensiyasiya nə deməkdir? Baxın, əl ilə tutub əyilmə, yəni asan versiya. Ola bilər ki, inklüziv uşaq ola bilər. Yəni fiziki bacarığı zəif olan uşaq ola bilər. O zaman mən nə qarmalıyam? Fəaliyyəti sadələşdirməliyəm. Hamının oyunda iştirak etməsini təmin etməliyəm. Bu qədər. Yəni biz bundan görün nələr öyrənmiş olduq. İndi gələk ikinci oyuna. Yarpaq tap adını de. 1-2 yaş oyunudur. 3-5 uşaq arasında keçirilir. Necə oynanılır? Müəllim 2-3 yarpaq göstərir. Uşaq oxşar yarpağı tapır. Yaşıl, iri, yumşaq sözlərini təkrarlayır. Hədəf nədir? Sensor təcrübə, söz ehtiyatı və diqqət. Təhlükəsizlik. Sürüşkən səthi yoxla, xırda, kəskin əşyaların olmamasına nəzarət etmək. İndi görək biz bundan nə başa düşdük? Dedik ki, yarpaq tap adını de. Bu əsasən daha çox sensor və idraki inkişafı dəstəkləyən bir fəaliyyətdir. Dedik ki, hansı yaşdadır? 1-2 yaşdadır. Çünki bu yaş dövründə uşaqların sensor təcrübəsi zənginləşmiş olur və müəllimin uşaqlara müxtəlif yarpaqları göstərməsi, onların xüsusiyyətlərini adlandırması uşaqlarda hansı bacarıqları inkişaf etdirəcək? Müşahidə, müqayisə, təsnifat bacarıqlarını inkişaf etdirəcək və uşaqların yarpağı taparaq sözləri təkrar etməsi uşaqlarda həm dilin inkişafına, həm də diqqətin cəmlənməsinə kömək edəcək. Və bu fəaliyyət də təbii ki, idrak inkişafının erkən mərhələsidir və burada da nə var? Sensor öyrənmə və təcrübə yolu ilə öyrənmə. Bu iki prinsip ön planda olacaq və təhlükəsizlik tədbirinə gəldik. Burada isə sürüşkən səthin yoxlanması, kəskin əşyaların olmamasına nəzarət əsasən riskləri minimuma endirmə məqsədi daşıyır. Gələk üçüncü oyunumuz suya şappırtı. İndi baxaq görək bu nədir? Necə oynanılır? Hədəf nədir? Təhlükəsizlik. Necə oynanılır? Uşaq əllə suya toxunur, səs və sıçrama müşahidə edir. Hədəf məqsəd nədir? Sensor inteqrasiya və səbəb-nəticə əlaqəsi. Təhlükəsizlik. Uşaqlar su ilə oynayarkən qaçmamaq, suyu başqasına atmaq olmaz qaydasını əvvəlcədən izah edilir uşaqlara. Yalnız dayaz su uşaqların qoynunu çırmaladıqda paltarlarını islatmır. Məkanın yeri sürüşkən olmamalıdır. Oyun bitdikdən sonra uşaqların əl-ayaqları dəsmal, salfetlə dərhal qurudulmalıdır. İndi biz bunu başa düşək görək burada nə öyrənirik. Deməli, baxın, uşaqlarda burada suya şappırtı görürsünüz, daha doğrusu sensor inteqrasiya və yaxud da səbəb-nəticə əlaqələrin dərk edilməsi inkişaf etmiş olur. Çünki uşaq suya toxunduqda, səsin yaranmasını müşahidə etdikdə, onun artıq düşünmə prosesində hərəkət və nəticə əlaqəsi formalaşmış olacaq. Bu da təbii ki, erkən idraki inkişafın mühüm bir mərhələsidir. Və eyni zamanda da su ilə oynamaq uşaqlarda həm də qavramanı, marağı, kəşf etmə motivasiyasını gücləndirəcək. Və bu fəaliyyət zamanı təhlükəsizlik tədbirlərinə biz ciddi yanaşmalıyıq. Suyun dayaz olmasına, sürüşkən səthin olmaması, uşaqların əvvəlcədən davranış qaydalarının izah edilməsi onların təhlükəsiz fəaliyyət göstərməsinə də təmin etmiş olacaq. Və yekunda da dedik ki, uşaqların əl-ayaqlarının qurudulması gigiyena baxımından, sağlamlıq baxımından mühüm tədbirlərdən biri hesab olunur. Sonra baxaq digər oyunumuza. Toxun və get. Mini marşrut. Necə oynanılır? Hamar daş,
şam qozası, yarpaq zolağı boyunca addımlama, hər stansiyada toxunma. Hədəf məqsəd böyük motorika bacarıqları və tarazlıqdır. Təhlükəsizlik gəldikdə stansiyalar arasında məsafə qısa olmalıdır, oyuna böyüklər tərəfindən nəzarət edilməlidir və kənardan nəzarət. İndi görək buradan nə başa düşəcəyik. Deməli, dedik ki, toxun get və marşrut fəaliyyəti uşaqlarda böyük motorika bacarıqlarını inkişaf etdirəcək və oyun zamanı uşaqlar daş, yarpaq və yaxud da təbii materiallar üzərində addımlayaraq müəyyən bir stansiyanı üzrə hərəkət edəcəklər. Və bu fəaliyyətlər uşaqlarda nəyi inkişaf etdirəcək? Məsələn, bədən koordinasiyasını, məsələn, tarazlığı, məsələn, hərəkət nəzarətini. Və erkən yaş dövründə fiziki fəaliyyətləri əgər biz bu cür təşkil etsək, yenə sinir sistemi ilə əzələ sistemi arasında əlaqə möhkəmlənəcək. Artıq stansiyalar arasındakı məsafənin qısa olması və yaxud böyüklərin nəzarətinin təmin edilməsi, çünki burada bizə təhlükəsizlik baxımından vacibdir və əsasən risklərin idarə edilməsi prinsipinə uyğun təşkil olunmalıdır. Görürsünüz, hər oyunda təhlükəsizliyə diqqət edirik. Sonra rəng ovçuları 3-4 yaşa aiddir, əməkdaşlığı təşviq edir, 4-6 uşaq arasında keçirilə bilər. Necə oynanılır? Hər qrupa bir rəng kart verilir. Təbiətdə həmin rəngi tapıb gətirir uşaqlarda. Hədəf məqsəd müşahidə, əməkdaşlıq, təsniqat bacarıqlarıdır. Təhlükəsizlik sərhəd daxilində axtarış, mən deyəndə gəl və yaxud da qaç. İndi baxaq görək biz buradan nə başa düşürük. Dedik ki, 3-4 yaşa aiddir. Əsasən sosial, emosional bacarıqlar, əməkdaşlıq, idrak bacarıqları inkişaf edəcək. Və bu fəaliyyət zamanı uşaqlar qruplara bölünəcək. Təbiətdə hər hansı verilmiş rəngə uyğun uşaqlar obyekti tapırlar. Və bu proses uşaqlarda hansı bacarıqları inkişaf etdirər sizcə? Təbii ki, müşahidə, müqayisə, təsnif etmə qabiliyyəti və s. Və eyni zamanda qrup şəklində fəaliyyət göstərmək uşaqlarda həm əməkdaşlığı, həm ünsiyyəti, həm də sosial qarşılıqlı əlaqə bacarığını formalaşdıracaq. Və oyunun sərhədlərinin lentlə işarələnməsi isə uşaqlarda məkan anlayışını, qaydalara əməl etmə vərdişini inkişaf etdirmiş olacaq. Gəlir sonra xəzinə axtarışı. Necə oynanılır? Siyahıdakı 3 əşyanı kollektiv toplayır. Artıq mən burada bir əməkdaşlıq gördüm. Hədəf nədir? Məqsəd nədir? Problem həll etmə, dil bacarığı, sıra gözləmə. Təhlükəsiz, kəskin, kirli əşyalar olmamalıdır. Yığ, göstər, qutuya qoy komandaları ilə müşayiət edilməlidir. İndi görək biz buradan nə nəticə çıxara bilərik. Təbii ki, dedik ki, problem həll etmə, idraki bacarıqlar inkişaf edir. Və bu fəaliyyətdə uşaqlar hər hansı bir siyahıda göstərilən təbii əşyaları, məsələn, çubuq və yaxud daş və yaxud yarpağı kollektiv şəkildə tapıb toplayırlar. Daha sonra bu uşaqlarda hansı bacarıqlar inkişaf etdirəcək? Birlikdə toplayırlar, birlikdə axtarırlar. Təbii ki, birlikdə işləyəcəklərsə burada həm məntiqi düşünmə, həm planlaşdırma, həm qərar vermə bacarığı və kollektiv fəaliyyətdə işlədikləri üçün növbə gözləmə, birgə fəaliyyət, sosial qarşılıqlı əlaqə bacarıqları işə düşəcək. Məsələn, müəllimi yığ, göstər, qutuya qoy kimi istiqamətləndirici göstərişlər isə artıq uşaqlarda həm dilin inkişafını, həm də fəaliyyət ardıcıllığını inkişaf etdirəcək. Gəlir körpü keçidi. Necə oynanılır? Aşağı taxta, daş xətti üzərinə növbə ilə keçmək, hədəf məqsəd tarazlıq, özünə inam, təhlükəsizlik isə yumşaq zəmin və bir qaydası. Dedik ki, körpü keçidi uşaqlarda fiziki inkişafı, özünə inamın formalaşmasına xidmət edəcək. Və məsələn, uşaqlar aşağı hündürlükdə yerləşdirilmiş taxta olsun, daş xətti olsun ki, burada onun üzərindən növbə ilə keçəcəklər. Və bu fəaliyyətlər uşaqlarda həm tarazlıq hissini, həm hərəkət koordinasiyasını inkişaf etdirəcək. Və uşağın maneəni müstəqil şəkildə keçməsi uşaqlarda hansı bacarıqları inkişaf etdirər sizcə? Məsələn, özünə inamı və yaxud riskləri qiymətləndirmə. Və oyunun yumşaq zəmində keçirilməsi, bir qaydasına əməl edilməsi yenə də
təhlükəsizliyi təmin etmək üçündür. Sonra gəlir Gəlir 4-5 yaş uşaqlarda daşlarla say zolağı. Deməli, daşlarla say zolağı 4-5 yaş arasıdır. 5-8 uşaq burada iştirak edə bilər. Necə oynanılır? 1-dən 10-a qədər daşlar ardıcıllıqla düzülür. Uşaq tullanaraq sayır. Hədəf burada, məqsəd burada nədir? Təbii ki, riyazi ardıcıllıq, koordinasiya. Təhlükəsizlik nədir? Təhlükəsizlik isə daşlar sabit və boşluqlar bərabər olmalıdır. İndi dedik ki, 4-5 yaşı əhatə etdi və 5-8 uşaq iştirak etdi. Burada əsas nə inkişaf edəcək? Baxın, həm burada fiziki fəaliyyət var, həm də riyazi bacarıqlar da inkişaf etmiş olacaq. Niyə? Çünki buradan necə oynanılara baxın, 1-dən 10-a qədər daşlar ardıcıllıqla düzüldü. Uşaq tullanaraq saydı. Həm riyazi bacarıqlar inkişaf etdi, həm fiziki fəaliyyət inkişaf etdi. Və bu oyunda uşaqlar ardıcıl düşülmüş daşların üzərindən tullanır. Daha sonra sayma prosesini həyata keçirir. Həm hərəki fəaliyyət inkişaf edir, həm riyazi ardıcıllıq, həm idrak, həm fiziki inkişaf inteqrasiya edir. Gördünüz, artıq burada yenə inteqrasiyaya üstünlük verdik. Və eyni zamanda uşaqlarda koordinasiya bacarıqları, məkan bacarıqları inkişaf etmiş olacaq. Daha sonra gəlir iz tap. Deməli, necə oynanılır? Marşrut boyunca cütləşdirilmə, hədəf, məqsəd, məntiq, əlaqə, yaddaş, təhlükəsizlik isə sərhəd xəttləri və sürətli qaçış burada olmur. Deməli, burada Burada isə əsas məqsəd fiziki inkişaf və idrakın inkişafı yenə də burada ön planda olur. Məsələn, məntiqi düşünmə. Deyirik ki, məntiqi əlaqə, yaddaş bacarıqları. Burada da yenə məntiqi düşünmə, yaddaş bacarıqları inkişaf etmiş olacaq. Məsələn, oyun zamanı uşaqlar heyvan izlərini və yaxud şəkillər arasında uyğunluğu tapıb cütləşdirəcəklər. Burada isə müşahidə, müqayisə, əlaqələndirmə bacarıqları inkişaf edəcək. Fiziki inkişaf daşlarla saya aiddir. Burada qara ilə qeyd etməmişəm deyə fikrim yayındı. Deməli, dedik ki, burada müşahidə, müqayisə, əlaqələndirmə bacarıqları, obyektlər arasında oxşarı, fərqi müəyyən etmə ön planda olacaq. Məsələn, idrakin inkişafının əsas elementlərindən biri burada uşaqların analitik düşünmə bacarıqlarının güclənməsi olacaq və oyun zamanı sərhədlərin müəyyən edilməsi və sürətli qaçışın məhdudlaşdırılması uşaqların təhlükəsizliyini də təmin etmiş olacaq. Sonuncu gəlir nağıl marşrutu. Necə oynanılır? 3 stansiya olur. Külək kimi qaç, daşları 5-ə qədər say, yarpaqla şəkil yarat və sonda hekayəni danış. Həm burada məqsəd olaraq ardıcıllıq var, yaradıcılıq var, dil var. Təhlükəsizlik hər stansiyada nəzarətçi və keçidlər aydın olmalıdır. Burada yenə diferensiyasiya önəm veriblər ki, tarazlıq çətin olarsa, xəttin enini genişləndir. Asandırsa ziqzaqdan istifadə et, sürətli uşaq varsa əlavə missiya, məsələn, həmin rəngdən ikisini tap kimi oyunlardan istifadə edilə bilər. İndi baxaq görək biz burada nə başa düşəcəyik. Deməli, burada görürəm ki, qaçma, sayma, yaratma, müxtəlif inkişaf sahələrini inteqrasiya etdim və əsasən yaradıcı bir oyun forması olur sonda. Və bu fəaliyyət bir neçə stansiyadan ibarət oldu. Hər stansiyada fərqli tapşırıqları yerinə yetirdi. Məsələn, uşaqlar bir stansiyada fiziki hərəkət edərək qaçdı. Digərində sayma fəaliyyəti həyata keçirdi. Digərində yarpaqlardan istifadə edərək şəkil yaratdı və fəaliyyətin sonunda artıq uşaqlar gördüyünü ardıcıl şəkildə xatırlayıb hekayə qurdu. Burada hansı bacarıqlar inkişaf edəcək? Ardıcıl düşünmə, yaradıcılıq, dilin inkişafı və əsasən eyni ilə bu fəaliyyətlə uşaqlarda həm də təxəyyülü inkişaf etdirəcək, ifadə bacarıqlarını və müxtəlif fəaliyyət növlərində inteqrasiyanı təmin etmiş olacaq. Və əsasən diferensiyasiya nə üçündür?
Ümumiyyətlə biz bilirik ki, differensial təlim nədir? Uşağın fərdi xüsusiyyəti, maraq tələbatları, güclü zəif tərəflərini nəzərə almağımız. Yenə eyni ilə differensiasiya deyir ki, uşağın fərdi xüsusiyyətini, inkişaf səviyyəsini nəzərə alan tapşırıqlar verir. Və tapşırıq əsasən çətin olsa əgər, məsələn, burada keçid xəttini genişləndir uşaqlar üçün. Daha bacarıqlı varsa əlavə tapşırıqlar da verə bilərsən. Əsas odur ki, uşaqların hamısı bu fəaliyyətlərə qoşulmuş olsun. Bu da bizim sonuncu oyun nümunəmiz oldu. Gördüyünüz kimi əslində belə baxanda deyə bilərsiniz ki, burada nə var ki, nağıl marşrutu necə oynanıldı, hədəf nədir, təhlükəsizlik nədir, nümunə nədir? Ancaq sizə belə düşməyəcək təbii ki, inteqrasiya formasına düşəcək. Görürsüz, məsələn, daşlarla say zolağında həm hərəkətdən danışdıq, həm fiziki inkişafdan danışdıq, həm burada riyazi bacarıqlardan danışdıq. Yəni, bir oyun nümunəsində bir neçə uşaqlarda formalaşan bacarıqlar və yaxud hansı inkişaf sahələrini inteqrasiya edirik, onların hamısına biz nəzər yetirdik. Bu formada da testlər çıxacaq qarşınıza. Buna aid inşallah növbəti günlərdə situasiya tipli, əsasən imtahan səviyyəsində testlər qruplarda paylaşılacaq. Bu günlük bu qədər. Növbəti dərsimiz olanda elan paylaşacağam.